30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür. Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününün qeyd olunmasının məqsədi kompüterdə saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin həllinin önəmliyini, istifadəçilərin proqram vasitələri istehsalçılarının, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır. 1988-ci il noyabr ayının 30-da Morris Soxulcanı adlanan ilk kompüter virusu elmi tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla ARPANET-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətə saldı. İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar. Müəllifin adı ilə adlandırılan bu virusun yaradıcısı Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail oldu və onun əsas məqsədi sırf tədqiqat xarakteri daşıyırdı. 1988-ci ildə kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etdi. Təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri, istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub. Həmin vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunan silsilə tədbirlər keçirilir. İnformasiya Texnologiyaları İnstitutunda da informasiya təhlükəsizliyi sayəsində dünya təcrübəsi öyrənilir, konfranslar təşkil olunur. Hər il bu istiqamətdə müxtəlif tədbir və seminarların təşkili artıq ənənə halını alıb. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Info TV.